Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Xırdalanın tam mərkəzində, Heydər Parkına yaxın, Təzə Bazara yaxınlığında 2 otağa düzəlmə, ümumi sahəsi 65 kvadrat olan mənzil satışa çıxarılıb. Hal-hazırda mənzilin biz qonaq otağındayıq. Gözünə görünən əşyaların hamısı mənzildə qalır. Mərtəbəsi mənzilin 14 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Çox ideal bir mənzildir. Gördüyünüz kimi mərtəbədir istəyirəm. Burada keçək mənzilin göstərimdir. Qazı su işığı daimidir. Bax, bura eyvan hissəsidir. Bu eyvandan da mətbəxə giriş var. Əşyalar, gördüyünüz əşyalar hamısı mənzildə qalır. 65 kvadratdır. Çox böyük bir mənzildir. İlk ölçüsüdür bu mənzillərin bu yanı binada. Giriş qapısını sizə təqdim edeyim. Heydər Parkı 1 nömrəli, 2 nömrəli, 9 nömrəli məktəbdə düz yaxınlığındadır. 100 metr məsafədə. Giriş qapısıdır bura, mənzilin gördüyünüz. Buradan sağda qladovka kimi də istifadə eləmək olur. Nə bilim, ütü otağı da eləmək olar. Yəni belə bir şəraiti var. Bura mənzilin gördüyünüz geniş bir sanitar qovşağıdır. Qaz, su, işıq dediyim kimi mənzildə daimi. 2 otağa düzəlib. Bu əşyalar da hamısı mənzildə qalır. Yataq otaqdır mənzilin. 65. Sənədi şirkətin müqaviləsidir. Hələ ki, binaya kupsa verilməyib. Yəni, kupsaya da verilsə, bu dediyim qiymətə də yəqin ki, bağlı olacaq. Hal-hazırda bu mənzil ilkin olaraq 92.000 manata satışa çıxarılıb. Mənzil əldə etmək istəyən müştərilərimiz bizimlə əlaqə saxlaya bilər. Həmçinin kanalımıza abunə olmağı unutmayın ki, belə bir mənzillərimiz çıxdıqca sizin də məlumatınız olsun. Sağ olun.